Salam uşaqlar, hər birinizi salamlayıram. Bu gün sizinlə kimya 8-ci sinif dərslikdən kovalent rabitə mövzusunun öyrəndiklərinizi tətbiq edin blokunda olan tapşırıqların izahına diqqət yetirəcəyik. İlk suala diqqət yetirək. Xlor atomları arasında rabitə necə əmələ gəlir? Bu rabitənin əmələ gəlməsini aşağıdakı atomlar arasında rabitənin əmələ gəlməsi ilə müqayisə edin. Deməli, xlor atomları ümumiyyətlə xlor molekulu 2 xlor atomundan təşkil olunmuşdur. Və xlor atomları arasında rabitə əmələ gəlməsi hər ikisi qeyri-metal atomu olduğuna görə bu rabitə növünə görə kovalent rabitədir. Və biz xlorun elektron konfiqurasiyasını tərtib etsək, sıra nömrəsi 17-dir. 1s2, 2s2, 2p6, 3s2, 3p5 kimidir. Və görürük ki, xlorun normal halda bir tək elektronu var. 3p5-dir, bir tək elektronu var. Və kovalent rabitə əmələ gələn zaman biz demişdik ki, rabitə əmələ gətirən atomların tək elektronlarının hər ikisi ortaq olaraq istifadə olunur. Bu xlor atomunun da bir tək elektronu var, bu xlor atomunun da bir tək elektronu var. Ümumi neçə tək elektron oldu? 2. Molekul əmələ gələn zaman. Və bu 2 elektrondan ortaq olaraq istifadə olunacaqdır. Və buna görə də mən xlorun atom quruluşunu çəksəm, bu nüvədir. Birinci energetik təbəqə, ikinci energetik təbəqə və üçüncü energetik təbəqə. Bu birinci xlor atomunundur. Digər xlor atomunda da yenə də energetik təbəqələr çəkirəm. Üçüncü, ikinci, birinci və nüvə. Düzdür? Deməli, birinci energetik səviyyədə bilirik ki, 2 elektron olur. Birinci energetik səviyyədə 2, ikinci energetik səviyyədə 8, 1, 2, 3, 4, 5, 6, 7, 8, eləcə də 4, 5, 6, 7, 8. Xarici energetik təbəqəni 8-ə tamamlayırlar. Amma necə? 2 xlor atomu hərəsinin bir tək elektronu var. İkisindən ortaq istifadə edirlər. Baxın, bir elektron ortaq, 2 elektron ortaq. Xarici energetik təbəqəni neçəyə tamamlamalıdır? 8-ə. İkisi burada var. Neçəsi çatışmır? 3, 4, 5, 6, 7, 8. İkisi burada var. Yenə də yazıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8-ə tamamlandı. Və rabitə əmələ gələndə 2 elektrondan ortaq olaraq istifadə olundu. Hər xlor molekulunun tək elektronlarından. Xlor atomunun daha doğrusu tək elektronlarından. Və deyir ki, rabitənin əmələ gəlməsini aşağıdakı atomlar ilə müqayisə edin. Natriumla xlor arasında bilirik ki, ion rabitə əmələ gəlir. Bu zaman natrium elektronunu verir, xlor elektronunu isə alır. Lakin xlor molekulunda isə rabitə əmələ gələn zaman hər iki xlor atomunda olan tək elektronlar ortaq elektron cütü ilə istifadə olunur. Yəni elektron alış-verişi baş vermir. B variantında da hidrogen və xlor. Hidrogen və xlorda isə xlor molekulunda rabitə əmələ gələn zaman hər iki xlor atomunun özünü oktet qaydasına tamamlayır. Hidrogenlə xlor arasında əmələ gələn zaman hidrogen özünü dublet qaydasına, xlor isə oktet qaydasını tamamlayaraq rabitə əmələ gətirirlər. İkinci suala baxaq. Kükürt və hidrogendən əmələ gələn maddənin formulu necə olar? Kükürdün sıra nömrəsi 16-dır. Elektron konfiqurasiyası tərtib etsəm 1s2, 2s2, 2p6, 3s2, 3p4-dür. Deməli, biz demişdik ki, xarici energetik təbəqəsində neçə elektron var? Üçüncü energetik səviyyədə 6 elektron var. Və neçə elektrona ehtiyacı var? 2 elektrona. Biz dedik ki, ümumiyyətlə, hansı elementlər arasında? Bizə deyir kükürt və hidrogen. Dedik ki, ilk öncə kovalent rabitə əmələ gətirən atomlardan hansı dövrü cədvəldə daha solda yerləşir? Həmin element solda yazılır. Hidrogen kükürddən solda yerləşir. Ona görə hidrogeni birinci yazıram, daha sonra kükürdü. Sonra isə dedik ki, hər elementin üzərində onun oktet qaydasına və yaxud da dublet qaydasının tamamlanması üçün neçə elektrona ehtiyacı varsa üzərində yazılır. Kükürdün bildiyimiz kimi 6 elektronu var xarici energetik təbəqəsində. 2 elektrona ehtiyacı var. Kükürdün üzərində yazıram 2. Hidrogenin sıra nömrəsi 1s1-dir. Dublet qaydasına əsasən tamamlanması üçün neçə elektrona ehtiyacı var? 1 elektrona. 1s2 olması üçün də. Ona görə də 1 elektrona ehtiyacı varsa üzərində yazıram 1. 1 və 2 üçün mən əkop tapıram. 1 və 2 üçün əkop 2-dir. 2 1-ə bölünür 2 dəfə hidrogenin indeksinə, 2 2-yə bölünür 1 dəfə 1 kimiyədə yazılmır. Formul oldu necə? H2S şəklində. Və yaxud da çarpazla yaza bilərik. Anionun yükü
katyonun indeksinə. Belə deyək də, burada da deməli kükürd hidrogenin indeksinə, hidrogenin yükü isə kükürdün indeksinə yazılır. Daha sonra deməli 3-cü suala diqqət yetirək. Bizə sıra nömrəsi 9, 20 və 16 olan elementlər verilib. Deyir hansılar arasında kovalent rabitə əmələ gələr. Deməli sıra nömrəsi 9 olan element üçün 1s2, 2s2, 2p5. Daha sonra sıra nömrəsi 20 olan element 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2. Sıra nömrəsi 16 olan 1s bir dəqiqə 1s2 16 üçün 1s2, 2s2, 2p6, 3s2, 3p4. İndi əziz şagirdlər, biz bilirik ki, qeyri-metal atomları arasında kovalent rabitə əmələ gələ bilir. Xarici energetik təbəqəsində də 1, 2, 3 elektron olanlar adətən qeyri-metal olurlar. Digərləri isə qeyri-metal. Baxın, ikinci sıra nömrəsi 20 olan elementin axırıncı energetik səviyyəsi 4-dür. Orada da 2 elektron var. Deməli, bu nədir? Metaldır. Xarici energetik səviyyəsində 1, 2, 3 elektron olanlar borudan başqa hamısı metaldır. Deməli, bu nədir? İkincisi metaldır. Kovalent rabitə metal atomları arasında və yaxud da belə deyək də, metal və qeyri-metal atomlar arasında əmələ gələ bilməz. Ona görə də 2 avtomatik ola bilməz. Söhbət gedə bilməz 2-dən. Birinci, baxın, maddəyə neçənci qrup elementidir? 1s2, 2s2, 2p5. 2p5-dirsə, deməli bu neçənci qrupdur? 7-ci qrup elementidir. 7-ci qrup elementi isə deməli bu nədir? Qeyri-metaldır. Bu qeyri-metaldır. Düzdür? Qeyri-metal. Üçüncü isə üçüncü də xarici energetik təbəqəsinə baxaq. Xarici energetik təbəqəsində 6 elektron var üçüncü energetik təbəqədə. Bu da qeyri-metaldır. Deməli, birinci və üçüncü arasında sıra nömrəsi 9 və 16 olan atomlar arasında kovalent rabitə əmələ gələ bilər. Amma necə? Biz bilirik ki, sıra nömrəsi 9 olan element hansı daha solda yerləşir? Əlbəttə ki, 9 olan. Z daha sağda yerləşir də. Solda olanı birinci solda yazırıq. Və sıra nömrəsi 9 olan elementin oktet qaydasını tamamlanması üçün, ona tamamlanması üçün neçə elektrona ehtiyacı var? 1 elektrona. Bax, üzərində yazıram 1 elektron. Sıra nömrəsi 16 olan elementin 18-ə tamamlanması üçün 2 elektrona ehtiyacı var. Üzərində yazıram 2 elektron. 1 və 2 üçün ortaq məxrəc 2. 2 1-ə bölünür 2 dəfə, 2 2-yə bölünür 1 dəfə. Formul olur x2 z şəklində.